Xırdalan şəhərində 460 min manata, dəyərli dostlarımız, 360 kvadrat, 4 sot yarım torpaq sahəsinin üzərindən sizlərə mülk təqdim edəcəyik. Mülkümüz şəxsi özünə tikilmədir. Hər mərtəbə, birinci mərtəbə, ikinci mərtəbə monolit beton, hər mərtəbədə istipoldur. 055 291 3565 mənim əlaqə nömrəmdir. Mülkümüzün içi əşyalıdır, tam yaşayışlıdır, qismən əşyalı satılır, dəyərli dostlar, qismən əşyalı. Geniş bir şəkildə evin ümumi fasadı və geniş bir şəkildə həyətyanı sahəsi ilə sizləri tanış eləyək. Dəyərli dostlarımız, siz də mülkünüzü satmaq istəyirsinizsə, qeyd etdiyim nömrə ilə əlaqə saxlaya bilərsiniz. Pultla idarə olunan mərkəzi giriş darvazasıdır. Yay üçün həyətyanı sahədə besetka sahəsi yaradılıb və dəyərli dostlarımız, burada belə bir gözəl şəlaləmiz var. Yay aylarında ev sahibi bildirdi ki, bu şəlaləni qoşuram. Hal-hazırda aktiv vəziyyətdədir, işləyir. Dəyərli dostlarımız, basen sahəsi var. Bu ərazidə kommunal xətlərdən heç birindən, dəyərli dostlarımız, belə sözün pis məna verməsin, narahatçılıq yoxdur. Qaz, su, işıq yerindədir, kanalizasiya mərkəzidir, daimidir, hər zaman işlək vəziyyətdədir. Və yay üçün həyətyanı sahədə tikilib inşa edilmiş besetka sahəsi, burada yay mətbəxidir, dəyərli dostlarımız, yedin, içdin, yığışdırdın, pişirdin, yığdın, besetkası da var və aval şəklində həyətyanı sahənin besetkasında qızıl güllərinə kimi əkilib tamamilə hazır bir vəziyyətdədir. Qeyd etdiyi pultla idarə olunan qapı, darvaza, dəyərli dostlarımız, yerdən kürsülüdür. Evin yanına və arxasına keçid etmək mümkündür. Evin arxa tərəfində həyətyanı sahə üçün sanitar qovşaq və əl damına kimi də var. Keçək evin içi ilə sizləri tanış eləyək. Səhifədəki nömrə ilə əlaqə saxlayın, səhifəyə abunə olun, dəyərli dostlarımız. Çoxlu şərh yazın ki, gözəl sizlərə evlər təqdim edək. Sağ və sol tərəflərdə güldan sahəsi yaradılıb. Bismillah eləyək, keçək evin içi ilə sizləri tanış eləyək. Gəl dəyərli qardaşım, ya Allah, bismillah, sən özün kömək. Evə daxil oluruq, dəyərli dostlarımız. Sağ və sol tərəflərdə şkaf sahəsi yaradılıb, paxlava bir şkaflardır, güzgü sahələri vurulub və evin içərisinə daxil olduqda duruqdarlı, yəni ikili qapı sahəsi qoyulub, sağda ikinci mərtəbəyə qalxan pilləkəs sahəsi və gözəl bir foye sahəsi var burada, foye sahəsi var. Gəl keçək ilk öncə qonaq otağı ilə sizləri tanış edeyim. Çox böyük bir kvadrata malik qonaq otağı var. Ümumi olaraq birinci mərtəbə 120 kvadrat, ikinci mərtəbə 120 kvadrat və sonuncu mərtəbə 120 kvadratdır. Cəmi olaraq 360 kvadratdır. Qiymət isə 460 min manatdır. Gözəl bir qonaq otağında kamin sahəsi yaradılıb. İşlətmək mümkündür. Qismən əşyalı satılır, qismən əşyalı. Alqı-satqı edərkən evi gəlib bəyənən xanım və qardaşlarımız ev sahibi tərəfindən danışıq olacaq. İstəsəz mülkümüzün əşyalı da qiyməti tamam başqadır. Qismən əşyalı 460 min manatdadır. İstipoldur hər mərtəbə. İstipoldan da əlavə radiatorlar qoyulub, dəyərli dostlarımız. Pəncərə öz həyətyanı sahəsinə baxın. Gözəl bir tvisten sahəsi yaradılıb. Keçək mətbəxlə sizləri tanış eləyək. Gözəl bir mətbəx sahəsi var. Burada da kondisioner sisteminə kimi qoyulub. Dəyərli dostlarımız, bir çox bina evlərinin studiya mətbəx sahəsinə bənzəyir, yəni. Çox gözəl bir, bahalı bir mətbəx mebeli yığılıb, səlqə səhman öz yerindədir. Soyuducusuna kimi, qaz peçinə kimi hamısı şkafların içindədir. Çox gözəl. Burada da TV-nin yerinə kimi düzəldilib hazır vəziyyətdədir. Və keçək birinci mərtəbəyə məxsus olan sanitar qovşaqla sizləri tanış eləyək. Hər mərtəbənin özünə məxsus sanitar qovşağı var. Tam təchizatdır, bütün aksesuarlarına kimi yığılıb tamamilə hazırdır. Şəxsi özünə tikilmə, mülk axtaranlar buyurub zəng edə bilərlər. İkinci mərtəbəyə qalxan pilləkən sahəsi beton monolit, üzərindən qranit işləmələrdir. Zəhmət olmasa qalxan ikinci mərtəbəyə doğru 055 291 3565 mənim əlaqə nömrəmdir. Buyurub zəng edə bilərsiniz. Səhifəyə abunə olun,
plus işarəsini vurun, ürəyi qızardın ki, dəyərli dostlarımız, sizlərə hər zaman gözəl ev təqdim edək. İkinci mərtəbənin hol sahəsidir, dəyərli dostlarımız. Burada sağda yerləşir sanitar qovşaq, ayrı-ayrılıqdadır, tualet və hamam otağı. İdeal remontlandı, hər birinin tavan sahəsi asma tavandır. Tam aksesuarlarına kimi yığılıb tamamilə hazır bir vəziyyətdədir. Bu dəhlizdən eyvana keçid etmək də mümkündür. Dəhlizdə kondisioner xəttinə kimi qoyulur. Tavan sahəsi alçıban, spot lampalar, gizli işıqlarına kimi işlənilib. Burada da dəhlizdə də gözəl bir sahə yaradılıb. İstəsəz TV stendin yerinə kimi quraşdıra bilərsiniz, yəni qura bilərsiniz. Gəl bu otaqla da tanış olaq. Hər bir otaqda TV xəttlər kimi var. Yataq otağıdır. Çox gözəl tavan sahəsinin işləmələri var. Ümumilikdə 5 otaqlıdır, dəyərli dostlarımız. Digər otaqla da sizləri tanış edək. Burada da televizor xəttinə kimi var, dəyərli dostlarımız. Demək, zəhmət olmasa təqdim edeyim bir daha. 4 sot yarım torpaq sahəsinin üzərində 360 kvadrat, 460 min manat təşkil edir, dəyərli dostlarımız. Videonu saxlayaq, digər sahədən ev sahibi çıxsın, o otaqda sizə təqdim edək. Eyvan sahəsinə buradan çıxış var. Digər yataq otağında sizlərə tanış eləyək, dəyərli dostlarımız. Bu yataq otağında pəncərəsi öz həyətyanı sahəsinə baxır. Ümumiyyətcə, hər mərtəbə istif oldu və bu yataq otaqlarının qarşı tərəfə baxan yataq otaqlarının pəncərənin yan tərəfinə istilik sisteminin radiatoruna kimi qoyulub, hər iki tərəfdə var. Qismən əşyalı satışa çıxarılıb. Qalxaq 3-cü mərtəbə ilə də tanış olaq. Dəyərli dostlarımız, 3-cü mərtəbə ideal bir şeydir də, ideal bir şey. 120 kvadrat tam-tamına ideal bir sahəsi var. Gəl, zəhmət olmasa. 3-cü mərtəbədə monolit betondur. İşıqlandırma üçün boy-ha-boy 1, 2, 3 pilləkənin sahəsinin üzərində pəncərə sahəsi yaradılıb. Maşallah olsun, buranın istilik sistemi radiatordur, dəyərli dostlarımız. Bar tipli bura düzəldilib. İstəyirsən burada bütün qohum əqrəbanı yığ, burada şallıq evi kimi istifadə elə. Xeyir iş üçün ideal bir vəziyyətdir. Bar sistemlidir. Burada yığış, pişir, düşür. Elə payla. Demək, 1, 2, 3 ədəd pəncərə sahəsi, buradan da eyvana keçid etmək mümkündür. Hər evin tinlərinə kolonkalar qoyulub, yəni mahnı kolonkaları, tavan sahəsi, alçıban spot lampalar çox gözəl gizli işıqlarına kimi yığılıb, çıl-çıraqdır. Demək, dəyərli dostlarımız, pol sahəsindən tavan sahəsinə 6 metr yarımdır, 6 metr yarım. İşlənmə də superdir. Dəyər verin, qiymət verin, sizə də belə mülk Allah qismət etsin. 460 min manata Xırdalan şəhərində. Gələn videolarda sağ olun, sağlıqla qalın.